vaxtınız xeyir olsun. Bugün biz deməli select by atributu keçəcəyik. Hansı ki biz bunun üzərindən keçmişdik. Yəni bunu keçməmişdik. Səbəb də o idi ki, atribut cədvəldə kifayət qədər məlumat yox idi. Ona görə artıq atribut cədvəli dolu olan layerlərimiz var və ona görə bu bölümü keçəcəyik. Ancaq bu bölüm, yəni bu video digər videolar çəkilib, bu sonradan əlavə olmuş video olduğuna görə ola bilsin ki, bundan sonraki videoda bunlar deməli əvvəlki videolar haqqında məlumat veriləndə öncəki dərs haqqında bu sıralama pozulmuş olsun. Yəni bunu əlavə olaraq iki videonun arasına yerləşdiriləcək. Çünki sonradan çəkilmiş bir videodur. Bu bölüm yaddan çıxmışdı. Biz deməli bu layerin üzərində göstərmişdik digər funksionallıqları, highlighted bölümünü. Biz bunu indi bağlayacağıq buradan. Deməli maraq nöqtələrində yox, elə bu layerlərdə bağlayacağam artıq və maraq nöqtələrində yox, tikililərin atributunda select by atributu haqqında məlumat verəcəm sizə. Digər layerlərin gözünü bağlayıram, tək-tək də bağlamaq olur və yaxud da ki birini seçib və sonuncunu shift düyməsini sıxıb saxlayıb sol düymə ilə seçirik və kontrol düyməsini sıxıb saxlayıb birinin belə deyək, pitiskasına qeyd yerinə klikləməklə hamısını birdən bağlamaq mümkündür. Mən ekranı kiçildirəm, deməli tikili layerindən davam edirik. Tikililər layerindən maraq nöqtələrini bağlaya bilərik. Select by Attributes bölümünü açıram. Adından da göründüyü kimi atributdan hansısa bir məlumatı seçmək üçündür. Deməli input rows-da tikili layeri seçilir. Zaten biz tikili atributundan bu select by attributes bölümünə keçid etmişik. Burada selection type'lar çoxdur. Hamısını bir-bir göstərəcəm sizə. New selection-dan başlayırıq. Burada load nədir? Yəni belə deyim, əvvəlcədən yazılmış hazır bir düstur varsa burada deməli onu load edib, bura əlavə edib daha doğrusu OK düyməsini vura bilərik. Amma əvvəlcədən olmadığına görə bizdə olmayacaq. Amma istəsək hansısa bir düsturu bura yazıb save edib sonra gələcəkdə ondan istifadə edə bilərik. Remove da silmək üçündür. Burada bu qeyd işarəsi də yazdığımız düsturu yoxlamaq üçündür. Invert və clause, bunu da indi mən göstərəcəm sizə. Selector fielddən biz götürürük ki adres old as, yəni bu sütunu seçəcəm, səbəbi var. Bu sütunda bərabərdir is equal, burada çoxdur, belə deyim də qanun uyğunluqlar. Biz bunun hamısını göstərə bilməyəcəyik, yalnız birinin üzərindən, bir neçəsinin üzərindən gedəcəyik və qalanlarını da özünüz edəcəksiniz. Burada da həmən bu sütunu seçdiyimə görə artıq atributumda olan nə qədər məlumat varsa, onların hamısını bura çıxardır. Əgər istəyirsənsə, field olaraq seçə bilərsən. Burada hansısa bir fieldin özünü seçə bilərsən, amma bizə field yox, içərisindəki məlumat lazımdır ki, biz onu seçim edə bilək. Burada da hansı məlumatı seçəcəyik? Mən düşünürəm ki, elə bir məlumat seçək ki, bundan təkrarlansın. Məsələn, Abbas Mirzə Şərifzadə sözündən burada çoxdur və biz buradan klikləyib, əlavə eləyib OK düyməsini və yaxud apply düyməsini vura bilərik. OK vursaq seçilib, bağlanacaq pəncərə, apply vursaq pəncərə qalıb, sadəcə ekranda seçilmişləri bizə göstərəcək. Apply düyməsini vururam hələ ki, deməli neynədir? Bizim ümumi var 25960 tikilimiz, ondan bizə seçdi 174 dənə. Deməli 25960 tikilidən 174 dənəsi Abbas Mirzə Şərifzadə adı altında burada qeyd olunubdur. Və burada invert və clause vursaq isə switch selection eləyəcək. Yəni bu 174 dənəni deaktiv eləyəcək. Qalan deməli nə qədər qalırsa 25786 tikilini aktiv şəkildə saxlayacaq. Yenidən apply düyməsini vurmuruq, switchi buradan vurub digərlərini təzədən seçmiş oluruq. Sadəcə bu düymənin funksionallığını göstərmək istəyirdim sizə. Bu vəziyyətdə OK düyməsini vururuq, təzədən ora qaydırıq, geri dönüş edirəm. Sonra burada ikinci bir seçim üslubu var. Artıq burada save düyməsi aktivləşdi, save edib bu düsturu sonra da istifadə edə bilərik, amma elə bir güclü bir düstur da deyil. Gəldik bura, new selectiondan sonra add to the current selection var. Məsəl üçün nədir bu? Tutaq ki, burada 174 dənə tikili seçmişik. Bu adresdə olan 174 dənə tikilidir.
Və biz burada deyirik ki, təzədən bu 174 dənəyə əlavə elə sahəsi 1000 kvadratdan böyük olanları. 10.000 yox, 1000. 1000 kvadrat metrdən böyük olan tikililəri bu seçdiklərimizə əlavə elə. 174 idi, indi əlavə eləyəndə görək hansı rəqəm alınacaq. Apply düyməsini vururam. Bu dəfə çox güman bu ölçüdə onda belə çıxır ki, tikili yoxdur bizdə. Biz burada bərabərlik saxlamışıq. Burada biz bunu dəyişməliyik. Mən istəyirəm ki, 1000 deməli kvadratdan böyük olanları seçsin. 10.000 yox, 1000. Deməli, sahəsi is greater than 1000 kvadrat metr. Apply düyməsini vursam, bu dəfə 740 olacaq. Deməli, 740 tikili seçdi. Buradan belə çıxır ki, 740-dan 174-ün çıxsaq, nə qədər əlavə olunub onu hesablayaq. Deməli, 566. Deməli, 566 dənə tikili 174-ə əlavə olundu. İndi bunu yenə də yoxlayacağıq. Ola bilsin ki, o 174-ün içində də 1000 kvadratdan böyüyü olsun sahə baxımından. Biz gələk bura, bu dəfə nə edirik? Remove from the current selection. Yəni, seçdiyimizin içindən, tutaq ki, 1000-dən böyükləri artıq remove eləmək. Remove eləmək o deməkdir, yəni silmək, sadəcə deaktiv etmək. OK düyməsini vursaq bu dəfə, gəlib 174 qalacaq. 174 qalmağının səbəbi də odur ki, deməli, 173 daha doğrusu, 173 qalmağının səbəbi odur ki, əvvəlki seçdiyimizdə 174 dənə idi. Abbas Mirzə Şərifzadə adresində olan. İndi 173 qaldı. Deməli, o 174 dənə seçilmişin içində də bir dənəsi 1000 kvadratdan böyükmüş və biz remove from the current selection etdiyimizdə 1000-dən böyükləri sil dediyimizdə, deaktiv et dediyimizdə o 174-dən birini də sildi, qaldı 173 dənə. Bunu bura qədər aydın oldu yəqin ki. Sonra gəlir nə? Select subset from the current selection. Bu nədir? Seçdiklərimizdən 173-ünü seçmişik, qalanları seçilməyib, apply düyməsini vursaq, deməli, nə edəcək? Onun içərisindən biz burada şərti silmədik. Ona görə də yəni, bu formada hamısını deaktiv etdi. Biz geri qaydaq, yenidən new selection eləyib, deməli, adresdə bərabərdir Şərifzadəni yazaq yerinə, Abbas Mirzə Şərifzadə, olsun 174 dənə. Və burada biz, deməli, 174 dənə oldu. Biz burada bunun içindən artıq alt seçim eləyəcəyik. Select subset from the current selection alt seçim eləyəcəyik. Məsəl üçün, seçmiş isə ki, 174 dənə Abbas Mirzə Şərifzadədir. Biz bir yaxın elədik, həmən seçdiyimiz 174-ə əlavə elədik. Add to the current selection. Yəni, seçdiyimiz qaldı, onun üzərinə əlavə seçilmişlər əlavə olundu. Sonra əlavə olunmuşlardan sildik və 173 qaldı, təzədən seçdik. İndi bunu tətbiq eləyəcəyik ki, bunun içərisində də, məsəl üçün, nə var? Selection bölümünə gəlib bir uyğunluq seçək. Mərtəbəsi var. Məsəl üçün, mərtəbəsi 1 olanlar var. Tamam, o zaman gəlin mərtəbəsini yoxlayaq. 1 olanlar da var, daha yuxarı mərtəbələr də var. 2 olanlar yazaq ki, sayı az olsun, fərqi çox görək. Gəldik bunun içərisindən, deyirik ki, mərtəbəsi bərabərdir 2 olanlar. Və apply düyməsini vuraq. Deməli, 174 dənə bizdə tikili var. Ümumi Şərifzadə küçəsində yerləşən. Biz bunun deməli, mərtəbəsi 2 olanları seçsək, bu dəfə bizim seçimimiz qalacaq 19 dənə. Və atributda da bu 19 dənə seçilmişi, mərtəbəsi 2 olanları biz görə bilirik. Sonra burada hansı hal var? Switch the current selection. Bu nədir? Məsəl üçün 19 dənə bizdə seçilib. Bunu buradan da eləyə bilərik. Switch etsək 19 dənə deaktiv olacaq, qalanları aktivləşəcək və yaxud da ki, burada həmən funksiyanı da burada yerləşdiriblər. Apply düyməsini vursaq, deməli, həmən 19 dənə deaktiv olacaq, qalanları aktivləşəcək. Sonrası isə clear the current selection. Yenə də o düymə burada da var, clear eləyə bilirik. Buradan da seçdiklərimizi deaktiv et deyə apply düyməsini vursaq, hamısını deaktiv edəcək.
Switch Selection, daha doğrusu Select by Attributes haqqında bu qədər. Videoları bəyənib paylaşmağı unutmayın. Sağ olun.